Bilirəm, bəlkə də bu cür çəkiliş çox da uğurlu deyil, amma fikirlərimi və bu gün yaşadığım bir aydınlanmanı paylaşmaq istəyirəm və ona məhz bu cür çəkmək istəyirəm onu. Deməli, 10 ildən çoxdur ki, artıq mən psixologiyadan da daha əvvəl kitablarla tanış olmuşam. Bədii kitablar oxumağı, romanlar oxumağı çox sevirdim. Hətta yeni başlanğıcı məhz romanlarla qoymuşdum. Hətta Elxan Elatlı ilə. O zamanlar verilən mesajları sadəcə kitabın yazıldığı hekayə üzərinə başa düşürdüm və əlavə bir məna axtarmırdım. Kitabların mənimlə söhbət etdiyini sadəcə yazan əsər üzərindən olduğunu düşünürdüm, amma məsələ çox dərin imiş. Bunu bu yaxınlarda başa düşdüm. Bu yaxınlarda çox böyük fərqindəliklər yaşadım, çox dərin aydınlamalar yaşadım və əslində gördüm ki, bütün həyat mənimlə danışır, nəinki təkcə kitablar. Həyat elə bir şeydir ki, yaşadığımız hadisələr, yaşadığımız proseslər, daxilimizdə baş verən dəyişimlər elə bir dəyişim dönüşümündən keçirik ki, hər birimiz bəzən bunu qaçırırıq. Daxili durumumuzu, daxilimizdə sahib olduğumuz duyğuları görmək üçün bəzən çox dərin terapiyalara ehtiyac olduğumuzu düşünürük, amma əslində həyat hər an bizimlə danışır. Həyat hər an bizimlə, bizim içimizdə olanları göstərir. Həyat hər an bizə sanki başqalarının dili ilə, başqalarında yaşanan hadisələrlə bizə bizim içimizdə olan yaraları göstərir. Məhz o yaralar vasitəsilə özümüzü görək, daxilimizdə baş verən prosesləri görək və saldaq deyə. Və biz sadəcə davamlı olaraq düşünürük ki, axı bu insan niyə belədir? Bu hadisə mənə nəyi göstərir? Bu durum niyə mənim həyatımda var? Bu hadisə niyə məhz mənim başıma gəlibdir? Bir şey bizim içimizdə olar və biz bunu bilmərik, fərqində olmarıq. Başqa insanlarda olan şeyi görüb qınayarıq. Bu onu etdi, bu onu geyindi, bu bunu belə dedi. Və yaxud da bəzən insan qarşımızda oturar, öz dərdinə danışır, amma heç bilmərik ki, əslində bizim içimizdə var. Bəzən isə insanları başa düşə bilmərik ki, bizimə nəyi demək istəyirlər. Və bəzən isə çox sadə bir şəkildə bizi göstərərlər. Yəni, sən də busan, sən busan deyərlər. Biz bunu qəbul etməkdə eqomuza icazə verməz, bunu qəbul etmək, amma əslində düz deyərlərmiş. Mən bu vasitə ilə bir çox duyğularımı, bir çox yaralarımı görüb sağaltmışam. Bir çox nəsil proqramlarını, hətta çoxu nəsildən gələn proqramlardır deyə bilərəm. Amma bugün yaşadığım fərqindəlik biraz tamamilə fərqlidir. İndi ondan danışaq. Mən həyatı izləməyi, həyatı müşahidə eləməyi çox sevirəm. Buna görə də həyatda baş verən ardıcıllığı axışa buraxmağa daha çox üstün tuturam. Deməli, mən hər axşam kitab oxuyuram, yəni normalda axşamda kitab oxuyuram. Yalnız istisna hallarda harasa gedirəmsə, metrodan istifadə edirəmsə, avtobusdan uzun səyahətə gedirəmsə ya da avtobus yolum uzundursa, o zaman günortalar kitab oxuyuram. Amma bugün kitab müzakirəsi var deyə sabahın kitabını bugün tamamlamaya çalışıram səhifələri. Və ondan əvvəl həmişə normalda günortalar kitab oxumuram deyə hər səhər ev işləri görərkən arxaya dərslər qoyuram və onları qulaq-asa işləyirəm. Ya da hər hansı bir şey izləyirəm, dinləyirəm, podkast falan, fərqi yoxdur. Amma bugün həm erkən oyanmışdım deyə, həm də biraz vaxtım var idi və əsas deyim ki, müzakirəyə görə istədim ki, kitabı oxuyum. Kitabı oxuyarkən bugünün talih rəqəmi 6 bununla bağlı bir fərq yaşadım. Və bilirsiniz ki, 6 nədir? 6 sevgi arxetipidir. Sevgidir, sevilməkdir. Müsbətdə insanlarla dostcanlı olmaq, insanlarla daha ünsiyyət qurmaq, çox sevilməkdir. Eyni zamanda çox xarizmatik insanlardır, estetikanı çox sevən insanlardır müsbətdə. Amma mənfidə isə əfsus ki, sevgi asılılığı verən bir arxetipdir. İnsanları sevgiyə möhtac buraxan, davamlı olaraq sevildiyinə inanmağa məcbur qalmış kimi hiss edən və insanların sevgisini şübhə edən bir arxetipdir. Və mən kitabı bugün oxuyarkən məhz həmin bölməni bugün oxumağı seçdim. Yəni, daha doğrusu həyat hadisələri belə baş verdi və intuisiyamda belə göstərdi ki, bugün bu hissəni oxu. Oxuduqdan sonra həmin kitabda bəzi hissələrdə baş qəhrəmanın qadın obrazından necə asılı olmağını, gedib gəlməyini, onu buraxa bilməməsindən bəhs edirdi. Eyni zamanda qadın obrazından asılı olur, gedir, gəlir və əfsus ki, onun sevmədiyini bilir, fərqindədir. Hətta rədd edilmə yaşayır, rədd edilmə qorxusu ilə üzləşir və həmin qadın obrazı gedir başqası ilə
münasibəti olur, çoxdan enmək istəmirəm. Və yenidən amma qayıdır. Yenidən qayıdır baş qəhrəmana və əfsus ki, yaşanan hər şeyə baxmayaraq, halbuki uşağı doğacaq, hər şeyə rəğmən qadını qəbul edir. Bu yerdə artıq mən sual verdim ki, niyə bu qədərini qəbul edir? Hətta partnyorunu, yəni daha doğrusu qadın obrazı itirməmək üçün onsuz daha xoşbəxt olduğunu bildiyi halda, onsuz daha çox hüzurlu, işlərində uğurlu, karyerasında uğurlu, təhsilində uğurlu olduğunu bildiyi halda, həyatın daha gözəl olduğunu bildiyi halda bu asılılığa yenidən düşür. Hətta o xanım olmayan arada başqa onu sevən bir qadınla da rastlaşır, amma yenə də eyni yerə qayıdır. Düşünüm, niyə asılılıqdadır? Niyə onu buraxmır? Onu sevmədiyini bildiyi halda, başqa adama uşağı olacağını bildiyi halda, qürurunu dəfələrlə sındırmasına baxmayaraq əlindən gələn hər şeyidir. Hətta qısıtlı bir maddi pulu var idi. O pulu da elə xərcləməli idi ki, təhsilini tamamlaya bilsin, amma baxmayaraq bütün pulunu, hətta artığını, əlində olan bəzi şeyləri, əşyaları da sataraq o xanıma dəstək olmağa çalışır. Çünki qorxur ki, yenə gedər, yenə tərk edər, tərk edilmə qorxusundan eləyir. Və bütün bunları mən oxuyanda 6 enerjisində idi. Çox maraqlı deyilmi? Bu sualları verərkən mən fərqində deyildim ki, mənə nəyi yaşadır, nəyi göstərir. Görürsünüz, əslində kitab mənə necə danışır. Bu sualları verirəmsə, məndə bəzi duyğular tətiklənirsə, içimdə maraq hissi yaranırsa ki, bu insan niyə belə eləyir, niyə buraxa bilmir, niyə asılıdır kimi suallar yaranırsa, demək əslində mənim içimdə olanı göstərir. Və kitab əslində bu şəkildə, bu hissəməz mənə bu şəkildə danışmış olur. Ondan əvvəlki hissələr isə tamamilə fərqli şeylə danışmışdı. Və məhz bir bilginin idraka keçməsi prosesi bu şəkildə olur. Mən 6-nın mənfidə sevgidə asılılıq verdiyini və davamlı olaraq sorğu-sual yaratdığını bilirəm. Amma bu kitabla üzləşmə yaşadım ki, əslində mən harda həyatımın asılılıq yaşayıram. Mənə harda nəyi aynalayır, mənə harda nəyi göstərir, öz daxili durumumda nələri tətiklədi və əslində hansı fərqindəliklər yaşayıb onları sağladım. Bütün bunlar hamısı həyatın müşahidəçisi olmağın vasitəsilə oldu. Həyatı izləməyin vasitəsilə oldu. Həyat hər an bizimlə danışır. Allah hər an bizimlə danışır. Və digər vasitələrlə bizimlə danışır. Mən dünən yolda gələrkən keçən gün maşında bir xəyal qurdum. Sadəcə hiss etdim, düşündüm və ani olaraq maşın dayandı, gözlərimi açdım və xəyalımla bağlı bir söz oxudum. Həmin dekorasiya şirkətin adı idi. Bu təsadüf deyil, həyatda təsadüf yoxdur. Sadəcə həyatın bizimlə danışması, Allahın bizimlə vasitələr vasitəsilə danışması vardır və onları görsək, həyatımız necə də gözəlləşər, deyilmi? O zaman egomuzu bir kənara qoyuruq və həyatın bizimlə danışmasına icazə veririk. Yaşadığımız hadisələrdə eqom qırıldı, qürurum qırıldı deməyi bir kənara buraxırıq və icazə veririk ki, bizi göstərsinlər. Duyğularımızı, daxili durumumuzu göstərsinlər. Mənfi inanclarımızı və proqramlarımızı göstərsinlər. Çünki ancaq şəfalanma bu vasitəsilə olur. Şəfalanma yaralanmadan keçir. Ancaq yaralandığımız yerdən biz çiçək açarıq. Durumumuzu, içimizdə gizlənən o proqramları görərik. Həyatımızda nəyi, niyə yaratdığımızı bildikdən sonra çiçək açarıq həyatımızda. Ona görə icazə verin. Həyat sizinlə danışsın.